Alma sirkəsi arıqlamağa kömək edirmi? Arıqlamaq üçün alma sirkəsi son illərdə geniş yayılmış detoks və pəhriz trendlərindən birinə çevrilsə də, mütəxəssislər ehtiyatlı yanaşmağı tövsiyə edir. Bu sahədə aparılan araşdırmalar məhduddur və nəticələr dəqiq deyil. Alma sirkəsinin təsiri ilə bağlı məqalə Harvard Health Publishing nəşrində yayımlanıb. Alma sirkəsi alma şirəsinin fermentasiyası nəticəsində əldə olunur və tərkibindəki sirkə turşusunun maddələr mübadiləsinə müəyyən təsir göstərə biləcəyi düşünülür. 2009-cu ildə 175 nəfərin iştirakı ilə aparılan tədqiqatda gündəlik sirkə qəbul edən şəxslərdə 3 ay ərzində cüzi çəki itkisi və triqliserid səviyyəsində azalma müşahidə olunub. 2018-ci ildə 39 nəfər üzərində aparılan başqa bir araşdırmada isə aşağı kalorili pəhrizlə birlikdə alma sirkəsi qəbul edən qrup daha çox çəki itirsə də, nəticələr geniş kütlə üçün yetərli hesab edilmir. Bəzi kiçik tədqiqatlar nəticə göstərsə də, uzun müddətli və geniş miqyaslı araşdırmalarla təsdiqlənməyib. Mütəxəssislər qeyd edir ki, alma sirkəsi tək başına arıqlama vasitəsi deyil və balanslı qidalanma ilə fiziki aktivliyin yerini verə bilməz.